بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله. أما بعد، اللهم وفقنا لما تحب وترضى. Allah'ın lütfü inayetiyle bu 10-cu məclisimizdə İmam əleyhissalatu vəssalamın Məkkəyə çatdıqda onun qabağına, yəni onun yanına gəlib ona məsləhət verən Abdullah ibn Ömərə verdiyi cavabı, xütbəsin kəlamı tanış olacaq, şərhi ilə də, açıqlaması ilə də Allahın lütfü ilə tanış olacaq. İlk növbədə bunu deyək ki, Abdullah ibn Ömər kimdir? Abdullah ibn Ömər Xulafay-ı Raşidindən fəqət Əli əleyhissalama beyət eləməyən 7 nəfərdən biridir. Bilirsiniz ki, bütün mühacir və ənsar hamılıqla Mədinə şəhərində Həzrət Əmir əleyhissalatu vəssalama yekdikliklə beyət elədilər. Fəqət Abdullah ibn Ömər beyət eləmir. Və ondan sonra da niyə beyət eləmirsən? Deyir, bütün müsəlmanlar hamısı beyət eləyəndən sonra ən sonuncu mən beyət eləyəcəm. Mən belə istəyirəm. Hətta tarixdə var ki, Malik-i Əjdər gəlir Həzrət Əmirə deyir ki, ağacan icazə ver. Bu yeri çox rahatdır və bilir ki, buna bir şey olunmayacaq, keyfini istir eləyir. Bir balaca ona elə bil sıxam, o çox rahatca, səmimi qəlbdən beyət eləyəcək. İmam Əli əleyhissalam buyurur ki, işin olmasın onda. Niyə? Çünki İmam Əli əleyhissalamın düşmənləri pusqudadır. Çünki bunlar İslam dinini qəbul eləməyənlərdir. Muaviyə kimilər Məkkənin özündə belə bunlar Abdullah ibn Ömərdən yaxşı büt düzəndəcəklər. Niyə? Çünki Ömər hazır bunlar büt eləyiblər. Əgər tarixə baxsaz, Ömər Allah yerində, hətta Allah kimi onu qəbul eləyirdilər. Mən deyərlər ki, məsələn, çox ifrat danışıram. Xeyr, Əhl-i Sünnətin təfsir kitablarda səb'inat bəhsinə 70 dənə ayə Həzrət Ömərin şəninə nazil olub, şəninə yoxa, onun fikri ilə nazil olub. Gedin o bəhsi açın, oxuyun təfsir kitablarında, məlum olacaq ki, bunlar hətta Öməri Allahdan belə üstün bilirdilər. Bunu ki, Allahdan üstün bilirlər, oğlunu da Allah eləyərlər. Atası ki, Allahdan üstündür, balasını Allah eləyərlər, bütə çevirərlər. Və elə də olur. Bir müddətdən sonra xəbər gəlir Əmir əl-Möminin əleyhissalama ki, Abdullah ibn Öməri artıq başına adam yığır və gəlir Məkkədə istəyir ki, ixtişaş törətsin. Əli əleyhissalam onun dalıca xəbər göndərir. Çünki Əli əleyhissalam ondan bir şərtlə beyət almamışdı və onu əhd bağlatdırmışdı ki, sən bizim əleyhimizə heç vaxt qiyam eləməyəcəksən, bizim əleyhimizə dövlətimizdə ixtişaş yaratmayacaqsan. Və bu əhdi də bağlamışdı. Amma təəssüflər ki, öz adəti üzrə tez də unudur və tez Əli əleyhissalam xəbər göndərir ki, əvvəl xoşluqla sənə deyirik ki, əhd və vəfa elə. Əgər əhd və vəfa eləməsən, şəri məhkəmə qarşısında bunun cavabını alacaqsan. Və o sonra gəlir, keçir, oturur. Çünki istəyirlər onu məşhur eləsinlər, bütə çevirsinlər və onun əli ilə oyun çıxarsınlar. Bu şəxs
Bu bir hissəsi idi. İmam Həsən əleyhissalamın dövründə də İmam Həsən əleyhissalamın xilafətin qəbul eləməyib. Elə ki, Muaviyə hakimiyyətə gələn kimi ilk Muaviyə beyət eləyənlərdən biri olub. Fikir verdiniz? İlk Muaviyə beyət eləyənlərdən olub. Təəccüblü məsələlərdən biri də bundan ibarətdir ki, tarixin Yezidə beyət eləmə 3 nəfərdən biri də Abdullah ibn Ömərdir. Muaviyənin oğlu Yezidə nəsihətlərində Abdullah ibn Ömər barəsində bu söz deyir. Bir bala, bu Ömərin oğlunun qədrini bilginən, onun sənə beyət etməməsi sənin haqqında böyük bir lütfdir. Sən bundan istifadə elə. Sən bundan istifadə elə. Yəni, bu bizim adamdır, cəmaatın içinə girib, cəmaatın içini bizə xəbər çatdıranlardan biridir. İndi fikirləşin, mən hələ çox qısa Abdullah ibn Ömərin belə xülasə halında onun tarixinə qısa bir baxış idi. Həddən artıq bir qısa baxış. İndi fikirləşin. Belə bir şəxs cəmaatın da gözü qabağında Yezdə beyət eləmir, Məkkədə yaşayır, heç kəsin də bu ilə işi yoxdur. Və İmam Hüseyn əleyhissalam ki, eşidir Məkkəyə gəlib daxil olur, tez tapayaq qaçır ki, İmam Hüseyn əleyhissalamla görüşsün. Gəlir İmam Hüseyn ağaya çatanda başlayır, indi diqqət edin məsələyə. Özü Yezdə beyət eləməyib, İmam Hüseyn ağaya məsləhətdir ki, Yezdə beyət elə. Mənfur siyasəti görürsünüz. Özü aşkarda İmam Hüseyn ağaya beyət eləmir, amma İmam Hüseyn ağa məsləhət verir ki, beyət elə. İndi diqqət edin. Bu cür şəxs ya deyək imansızdır, ya da bir ad tapar başqa bir ad. Müsəlman adı buna yaraşmır. Niyə? Gəlir İmam Hüseyn əleyhissalama tarixlər ki, xüsusən tarixi Xarəzminin, Məqtəli Xarəzmində bu qeyd olunur. Deyir ki, Abdullah ibn Ömər gəlir İmam Hüseyn əleyhissalatu vəssalamın yanına, deyir ki, Yəbnə Rasulullah, mən cəddün Peyğəmbərdən eşitmişəm ki, bu ümmət səni şəhid eləyəcək. Məsləhət bilirəm, beyət elə, bu bəlanı özündən soğuşdur. Sualımız budur. Abdullah ibn Ömər nə demək istəyirsə, Peyğəmbər yalan vəd verib, yalan xəbər verir. Yəni, Peyğəmbər, bunların fikir verin, işləri nədən ötürüdür? Peyğəmbərin qeybi xəbərlərin yalan çıxması üçün əlindən gələni eləmək. Mən bunların müsəlman qoymağı çox çətin. Çox çətin. Diqqət edin məsələyə. İmam əleyhissalam Abdullah ibn Öməri çox yaxşı tanıyır. Abdullah ibn Ömərə ki, bu məsləhətləri deyəndən sonra İmam deyir, Ya Əba Abdurrahman, Abdurrahmanın atası. Mən burada bir cümlə deyim. İmam Hüseyn əleyhissalamdan sonra Yezid, daha doğrusu Yeziddən sonra Mərvan ibn Həkəm ki, hakimiyyətə gəlir və Mərvanilər hakimiyyətə gələndə Həccacı Məkkə Mədinəyə göndərəndə həmin bu Abdullah ibn Ömər, burasını deyim, sonra keçək ağanın cümlələrinə. Gəlir Həccacın yanına. Həccac deyir, özü də Həccac gecə ilə çatır şəhərə. Bu da elə çatar çatmaz Həccac ibn Yusuf, bu da gəlir onun iqamətgahına. Həccac deyir, nə olub Abdullah ibn Ömər, sən bu qoca yaşlı, böyük bir şəxsiyyət, cəmal sənə zamanəsinin Peyğəmbəri kimi baxır. Nə əcəb səndən belə? Dedi ki, ya Həccac, mən
Həzrəti Peyğəmbərdən eşitmişəm ki, hər kəs zamanəsinin imamına beyət eləmədən ölsə, cahiliyyət və müşrik tanımadan və beyət eləmədən ölsə, cahiliyyət və dövrünün ölüləri kimidir ölümü, yəni müşrik halda dünyada gedir, dinsiz halda. Mən gəldim ki, gecəni səninlə beyət eləyim, ta mümkündür səhərə çıxmadım. Sözə bax. Həccac ibn Yusuf da uşaq dördü ki, o deyir, qurt-qurta rast gəlir. Həccac ibn Yusuf da ki, çox uşaq dördü ki, hiləgər siyasətçilərin biri idi. Tanıyırdı bu Abdullah ibn Ömər kimdir? O cür əleyhisselama beyyət eləməyəm, bu hədisi nəql eləyən şəxs, hələ Mərvanilərin nəslinin özünə gedib beyyət eləmədən, onun valisinə gəlir ki, beyyət eləyim ki, xəlifəyi beyyət eləmək hökmündədir. Məlum olur ki, doluyub bunu da Həccacı. Həccac tarixdə bunun qabağına bir dənə böyük bir zərbə vurur. Bəzilər Həccac ibn Yusufu zalim olduğuna görə məsələn qəbul eləməyiblər. Sən Abdullah ibn Ömərə başına bu oyunu açıb deyə qəbul eləmirlər. Və illə zalibliğində bundan heç bir problemi olmayıb. Məlum olur. Həccac ibn Yusuf deyir ki, xob, bəzi tarixlərdə var yemək yiyirdi, bəzi tarixlərdə heç yemək yiyirdi, əllərini, barmaqlarını oynayırdı. Dedi, barmaqları məşğuldur. Ayaq qapısının içindən ayağını çıxardır, iylənmiş bir corabı ilə ayağını uzadır. Deyir, Bismillah, öp və beyət elə ayağını. Tarixlər qeyd edir ki, Abdullah ibn Ömər o qoca yaşlı gəlir, ayağını öpür, beyət ünvanı ilə əlini də sürtür Həccac ibn Yusuf. Diqqət eləyin, Əli əleyhisselama beyyət eləməyən, İmam Həsən ağaya beyyət eləməyən, İmam Hüseyn ağaya beyyət eləməyən, əvvəli də, axırı da budur. Hər kəs İmam Hüseyn ağanın xəttindən ayrı. Onun zillət, dünya zilləti bürüyəcək. İmam deyir ki, ya Əba Abdurrahman, ey Abdurrahmanın atası, əmə əlimtə ənə min həvanid dünya ələllah. Bilmirsən ki, Allahın yanında dünya çox kiçik bir şeydir, həddən artıq. Mən çox belə dəyərsiz. Mən çox həddən artıq dəyərsiz bir şey deyərlər. Həmin bu niyə dəyərsizdir? Dəyərsizliyi niyə görədir? Çünki bu dünyanın insanları dünyada dəyərə ehtiram eləmirlər. Çünki insanlar bu dünyada bir-birinə qiymət verməyiblər. Niyə behiştin Allah yanında qiyməti var? Çünki behişt əhli həm özlərinə qiymət verirlər, həm bir-birinə qiymət verirlər, həm Allaha qiymət verirlər. Burada heç özlərinə belə qiymət vermirlər. Ona görə qiymətsizdir. Necə? Ənə rəsə Yəhyə ibn Zəkəriyyə uhdiyə ilə bəği min bəğaya bəni İsrail. Məgər bilmirsən sən ki, Yəhyə ibn Zəkəriyyə ki, Allahın peyğəmbərlərindən indi Həzrəti Yəhyə, Zəkəriyyə aleyhisselamın oğlu, Həzrəti İsa aleyhisselamla həm dövr olan peyğəmbər, bunu Bəni İsrail başını kestilər bu peyğəmbərin, zalim olaraq, zülm eləyərək və bunun başını Bəni İsrailin zinadan əmələ gəlmiş hakimlərinin qabağına apardılar. Ki ver, halalzadənin başı, Allah nümayəndəsin başın, peyğəmbərin başın kesirlər,
kimin qabağına aparırlar ki, hörmət qazansınlar? Zinadan əmələ gəlmişin, zinazadənin. Bu dünyanın ona görə qiyməti yoxdur. Çünki bu ildə yaşayan insanların əksəriyyəti Allaha, özlərinə, bir-birinə qiymət qoymurlar. Dəyər bunlarda nədir? Bu dəyərsizliklər dəyər olub gözlərində. Elə bu, bunu ilə İmam Hüseyin əleyhisselam burada deyim, üçün tez-tez üstündən keçəcək vaxtı çox demişik ki, yarım saat çalışaq olsun. İmam niyə burada Yəhya ibn Zəkəriyanı misal çəkdi? Başı kesilmə söhbəti. Dedi ki, Cənab-ı Abdullah ibn Ömər, sən ki deyirsən, Peyğəmbərdən eşitmişəm, yəni mən sənə işarə vururam ki, bu yolda mənim başım mələ gedəcək. Mənə bu Peyğəmbərdən cadı bu xəbər. Və bu xəbər heç vaxt yalan ola bilməz. Peyğəmbərin ağzından deyəcən yalan bir söz çıxmayıb. Sən istəyirsən ki, mənə bu cür yol göstərməklə Peyğəmbərin yalancı çıxmasını istəyirsən. Deyir ki, Bəni İsraili tanımırsan, bu həmin Bəni İsrail, Yəhudilər və İsrail. Əmə tə'ləmu ənə Bəni İsrail kanu yəqtulun ma beynə tulu'il fəcri ilə tulu'il şəms 70 nəbiyyən ثم يجلسون في أسواقهم يبيعون ويشترون كان لم يصنعوا شيئا. Abdullah ibn Ömər, bilmirsən ki, Bəni İsrail sübh əzanının vaxtından, tulu fəcrdən gün çıxanaycan, cəmi cümlətan, bəzi vaxtda 1 saat olur, bəzi vaxtda 1 saat 20 dəqiqə, ən çox 1 saat 30 dəqiqə olsun. Yəni, saat yarımın içində 70 dənə Allahın Peyğəmbərini öldürdülər, başlarını kestilər, şəhid elədilər. Sonra da həmin gün oturdular, 70 dənə Peyğəmbəri bir gündə, o da saat yarımın içində yəni, başlarını kesiblər və otururdular bazarlarında, bazarlıqlarını edirlər, alış-verişlərini edirlər. Elə bil ki, heç nə bunlardan baş verməyir. Bu dünyanın qiymətli şeyləri məhv edirlər, qiymətsiz bir şeyləri dəyər hökmünə getirirlər. Bu dünyanın qiyməti yoxdur Allah. İmam bunu ilə nə başa saldı? Mümkündür İmam Abdullah ibn Ömərə bunu deyir ki, Cənab Abdullah ibn Ömər, Əli əleyhisselamın qətlində, İmam Həsən ağanın qətlində və hətta mənim qətlimdə 70 dənə Peyğəmbərin işarə oda cəm hal. Ki, Bəni İsrail, sən həmin o Bəni İsrail hökmündəsən indiki zamanı. Və sən həmin o Bəni İsrail hökmündəsən ki, mənim ölümümdə sənin üçün heç bir dəyəri yoxdur. Sənin üçün o zinazada Yezidin dəyəri var. Mənim ölümümdən sonra sən rahat oturacaqsən. Sən indi kimə gəlirsən, kimə atış gəlirsən ki, başlayırsan, yəbnə Rasulillah, ağlayırsan, göz yaşlarını tökürsən. Bilirsiniz, tarixdə və Xarəzmin yazır məxtəlində ki, Abdullah ibn Ömər kimi məsələlər işlədi, başladı ağlamağa, dedi, onda yəbnə Rasulillah, icazə ver, cəhdün öpən yerdən icazə ver, mən də öpüm. Vay, səni şəhid eləyəcəklər. Yəni, ağa başa salırdı ki, nə aksiyorluq eləyirsən? Bəs də aksiyorluq elədin. Allah Teala İmam buyurur ki, "Fələm yu'accilillah aleyhim bel emhaluhum fəəxəzəhum ba'də zəlikə əxzə azizin zintiqam." Allah Teala o şeyi boş bırakmadı. Bu hadisədən sonra ki, onların başına bir nəfəri getirdi ki, bunlardan intiqam aldı.
bunları o zülmləri, dünyanın olmaz zülmlərini elədi, hamı o peyğəmbərlərin qətlinin müqabilində. Yəhudilər belə bir günə qaldılar. Yəni, bunu ilə mümkündür. İmam əleyhissalam həmin Hirrə hadisəsinə işarə vurur. Bilirsiniz ki, İmam Hüseyin əleyhissalamı tənha buraxanda bunların ümdə əllərində bayraq elədikləri sözlər bu idi ki, səni ilə olsa bazarımız batacaq, səni ilə olsa qızlarımız evdə qalacaq, alan olmayacaq, səni ilə olsa oğlanlarımız evdə qalacaq, onları evləndirmək olmayacaq, belə, hələ giz-giz belə bəhanələr. İmam buyurdu ki, Allah hələ bir zalimin əlinə siz zalimlərdən qisas alacaq. Bilirsiniz ki, Hirrə hadisəsində, Kərbəla hadisəsindən az bir sonra Məkkə, Mədinə cəmaatı 3 gün, 3 gecə Yezdin qoşunlarına həlal oldu. Kişilərini, oğlanlarını öldürürdülər, qızların zina edirdilər, arvadları ilə zina edirdilər, gəlinləri ilə zina edirdilər. Və hər kəs qabağında diyancısıydı, öldürürdülər. Hər kəs sakit diyancısıydı, onda işləri yox idi. Hər kəs yəni dəyyus olsaydı, işləri yox idi. Hər kəs dəyyus olmasaydı, öldürürdülər onu. Və neçə illər Məkkə, Mədinə şəhərində ailə qurmaq üçün qız xeylağı tapılmırdı. Elçiliyə gələndə deyirdilər ki, biz bilmirik ki, bizimki qızdır ya qadın. Siz qızlarınıza sahib çıxmaq istəyirdiniz ki, onlara ailə qurdurasınız. Bilmirsiniz ki, Allah zalimin ipini boş bıraxsa, o zalim gəlib sizləri də məhv eləyəcək. Oğlanları evləndirəmədilər, heç qalmadı. Və əcibdir, İmam Hüseyin əleyhissalam Kərbəla hadisəsindən sonra, o Hirrə hadisəsindən sonra mən tarixdə gördüm ki, Mədinə şəhərinə ilk rəqqas getirdilər və ilk dəf çalıb rəqqaslıq eləyən qadınlar getirdilər. Mədinə əhli danışmırdı. Heç nə danışmırdı. İmam Abdullah ibn Ömərə deyir, İttəqillah, ya Əba Abdərrəhman və la tədəənnə nusrəti. Allahdan qorx ki, təqvalı ol ki, Abdullah ibn Ömər. Və məni köməklikdən əl götürmə. Mənə kömək elə. Çünki mənə kömək eləməsən, bu dediklərim sənin başına gələcək. Bu elə də olur. Ki, tarixdə deyirik, İmam Hüseyin əleyhissalamdan sonra bunlar ki, Peyğəmbər sünnəsini yaşayanlar rəqqasın qabağında bir şey danışmırlar. Bunlar o cür zalimlərə beyyət eləmək özlərinə fəxr verirlər. Və gedir İmam Hüseyin əleyhissalamı boşlayan, gedəcək Həccac ibn Yusufin iylənmiş corabla ayağından öpəcək və o cür beyyət eləyəcək. Allah o cür sınırır. Ona görə imam buyurdu ki, dünya çox kiçikdir, çox alçaqdır, çox dəyərsizdir. Əgər məni qəbul eləməsən, hətta başqa rivayətdə var, sən bu dünyada zillətlə yaşayıb, zillətlə öləcəksən. Gedin Abdullah ibn Ömərin izzətli bir tarixindən bir cümlə tapın, mən ləbbeyk deyim sizə. Bir dənə yoxdur tarixində. Həmin bütün tarixə bax bu gündədir. Özünün bugündür. Allah'ın verir izzəti cəlalına. Allah İmam Hüseyin əleyhissalamın həqiqi dərk eləyənlərindən ağanın kəlamlarını anlayıb, başa düşüb, həyatında yaşayanlardan bizləri qərar versin inşallah. Bir neçə nəfər yazıblar. Mən yenə də onların yazılarını oxuyun üçün. Ziya Aslanov qardaş yazıb ki, Allah ömrünə bərəkət versin ağacan, cümləmizin inşallah. Məsumə Mehdiyevi xanım yazır, Hacı Allah sizi yerin gün bəlalarına hifz eləsin, amin. Cümləmizi Tərlan Aslanov qardaş da yazıb, amin. Cümləmizi inşallah.
Allah hamımızı müvəffəq eləsin. Allah hamımızı bu yolda sabit qədəm eləsin. İmam Hüseyn ağanın xatirinə dünya axirət bizi izzətlə yaşatsın. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammed və alihi tahirin.